Bir əsr ömr edib uzaqlığıyla, kamillik çeşməsi olubdur 100 il. Yol gəlir zamanın uzaqlığından, pirani qoca tək əlində qəndil. Dünənə, bugünə səpib nurunu, amma sabaha da o nur saxlayıb, bəzən qaralsaq da ağ divarını, ağ günlər bəxş edib, ağ ad saxlayıb. Ərkivanın ilk ali təhsilli şəxsi olan Əkbərxan Talışinskinin yaxından köməyi ilə 1920-ci ildə Ərkivanda ilk ibtidai məktəb açılır. O zaman kənddə inzibati bina olmadığından dərslər evlərdə keçirilirdi. 1928-ci ildə Ərkivanda dövlət tərəfindən 7 illik məktəb istifadəyə verilir. Sonrakı illərdə bu məktəb 10 illik məktəb kimi fəaliyyət göstərir. Həmin məktəb xarici görünüşünə görə Ağ məktəb adlanır. İllər sonra kənddə digər orta məktəblər tikildiyi üçün Ağ məktəb bir müddət istismara yararsız vəziyyətdə qalır. Dünya şöhrətli alimlərin, görkəmli ziyalıların, tanınmış iş adamlarının təhsil aldığı Ağ məktəbin yaranmasından 95 il ötür. 90-cı illərin əvvəllərində Ağ məktəbin bir neçə dəfə istifadəyə verilməsinə cəhd göstərilsə də bu cəhdlər uğursuz olur. Nəhayət 1997-ci ilin sentyabr ayında xeyirxah ərkivanların dəstəyi ilə Ağ məktəb lisey kimi fəaliyyətə başlayır. İlk gündən kəndin bütün məhəllələrindən, eləcə də qonşu kəndlərindən yüksək səviyyədə təhsil almaq üçün can atan şagirdlər bu məktəbə gəldilər. Məktəbdə təhsil tədris edən müəllimlər rayonun ən tanınmış peşəkar pedaqoqları idi. Məktəb fəaliyyətə başladığı il biz 6-cı sinifdə oxuyurduq. Rayonun əksər bilik, idman yarışlarının iştirakçıları, Şən Hazır Cavablar klubunun üzvləri bizim sinifdən seçilirdi. 2003-cü ildə bu məktəbdə bizim üçün son zəng çalındı. Məzunların böyük əksəriyyəti ali təhsil ocaqlarına daxil oldular. İndi onlar arasında müxtəlif sahələrdə çalışan məmurlar, dövlət qulluqçuları, uğurlu iş adamları var. Cəfər Cəfərov, Asiyaz xəbər portalının baş redaktoru, Masal Production'ın direktoru. Çox əlamətdar bir günə gəlmişik bu günləri. Ağ məktəbin məzunu olmağımızdan 20 il ötür. Sevindirici haldır. Həqiqətən də belə bir məktəbin, fəxr eləyəcəyimiz bir məktəbin məzunu olmuşuq. Bu məktəbdə təhsil almışıq. Bu günləri həmin o uşaqlarla oynadığımız, bir yerdə oxuduğumuz, dostluq elədiyimiz yoldaşlarla bir yerlikdə yığışmışıq. Müəllimlərimiz gəlib bizə dərs deyən, məktəbi, təhsili, elmi, cəmiyyəti sevdirən müəllimlərimizlə ünsiyyətdə olacağıq. Çox qürur duyuruq. Elşən Talıbov, bu məktəb məzunu olmağımla fəxr edirəm. 20 ildən sonra bu məktəbdə görüşməyimizlə bağlı şadam, müəllimlərlə, şagirdlərlə çox məmnunam, bu məktəbin tələbəsiyəm. Bugün məzun olmağımızın 20 illik yubileyidir. Zaman ötür, hər il gəlir yaş üstə yaş, amma bəzən elə bilirik ki, məktəb illərimiz, uşaqlığımız lap dünən olub. Mən 15 yaşımda, 20 yaşımda elə bilirdim ki, 40 qocalıqdır. Bax, 40-a çatıram. Ancaq başımda uşaqlıq havası hələ qalıbdır. Elə bil dünəndir çiynimdə çanta, qorğa yeyə-yeyə dərsə getdiyim. Elə bil dünəndir o qamış atda, nəzil qamçı vurub at səyir etdiyim. Hiss edə bilmirəm yaşımı neylim. Ürək o ürəkdir, həvəs o həvəs. Gah arana düşür, gah dağa meylim. Nədir könlümdəki bu duyğular bəs? Odur bax, həyətdə qopub vəlvələ,
Uşaqlar oynaşır, dırmaşır dama, mən də onlar ilə tutub əl-ələ qaçmaq istəyirəm uşaqlığıma. İstərəm gizlənpaç oynayım yenə, başıma götürüb çölü, çəməni, elə gizlənim ki, düşüb izimə, heç tapa bilməsin qocalıq məni. Cavid Əliyev, Masallı rayon vəkil bürosunun vəkiliyəm, hüquqşünas işləyirəm. Nə yaxşı ki, bu məktəbi qurtarmışam. 20 ildən sonra bizə sevindirici haldır ki, belə bir tədbirin keçirilməsi. Bu məktəb mənim həyatımda çox böyük rol oynayıb. Müəllimlərimə can sağlığı arzu edirəm. Yaxşı ki, bizə həyat dərsini veriblər. Şahin Sadıqov, Azərbaycan Respublikasının Müdafiə Sənaye Nazirliyinin Milli Aerokosmik Agentliyində A200-də baş mütəxəssisəm. Əvvəlcədən başda müəllimlərim olmaqla hər kəsi salamlayıram. Tədbiri təşkil edənləri təşəkkür edirəm. Sizləri bir arada görməyə şadam. Var olun. Amil Bəşirov, tır sürücüsüyəm. Xoşdur ki, mənə bu məktəbdə keçmiş tələbə yoldaşlarımla görüşürəm. Çox şadam. Allah hamısının canı salamat eləsin. Allah bizi mehriban eləsin. Hörmətli müəllimlər, əziz məzunlar, çox xoşdur ki, 20 ildən sonra yenidən bu məktəbdə görüşürük. 2003-cü il məzunları gəliblər sizinlə görüşə. Fəxr edirik bu məktəbi, böyük bir məktəbi, Ağ məktəb adlanan bu məktəbin məzunu olmuşuq və 20 ildən sonra yenidən bu məktəbə gəlmişik. İstəyərdik ki, ilk növbədə məktəbin bu günündən danışsınlar bizə. İndi necə bir məktəb, hansı qayğılarınız vardı, hansı uğurlarınız vardı. Səadət müəllim məktəbin direktorudur. İlk sözü Səadət müəllimə vermək istəyir. Məktəbimiz bilirsiniz də, qədim tarixə malik məktəbdir. İlk tam orta məktəb bura olub və ən demək olar ki, Ərkivanda ən savadlı, ən bilikli, ən tanınmış adamlar bu məktəbdən çıxır. Bu gün də o kəndimizə, nəinki kəndimizə, respublikamıza kömək edirlər. Biz onlarla fəxr edirik. Yəni sizlə fəxr edirik. Həmişə sizi başuca olasınız. Həmişə varlı olasınız, varlı dövlət olasınız. Və həmişə də xalqımıza, elimizə əl tutasınız. Elvin Dadaşov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində işləyirəm. Bu məktəbin məzunuyam və bu məzunlar günü görüşümüzdə çox sevinirik, çox şad olduq və belə tədbir təşkil edildiyi üçün
təşkilatçılara təşəkkür edirik. Nazim Tağıyev hal-hazırda İqtisadiyyat Nazirliyi yanında 6 saylı ərazi vergi idarəsinin səyyar vergi yoxlamalar şöbəsində kiçik vergi xidmət müşaviri vəzifəsində çalışıram. Bugünkü tədbirimizin təşkilində əməyə keçən bütün sinif yoldaşlarıma dərin təşəkkürümü bildirirəm. İlk növbədə müəllimlərlə görüşümüzdən böyük sevinç hissi duyuram. Allah rəhmətə gedən müəllimlərin ruhunu şad eləsin, qalan müəllimlərə də uzun ömür can sağlığı arzu edirəm. Yəni bizim orada məqsədimiz həqiqətən də Ərkivanda yaxşı ziyalılar yetişdirməkdir. İlk bizim fikrimiz oydu ki, yaxşı ziyalılar getirək. İnşallah belə ilk buraxılışda bütün uşaqlar qəbul oldu. Yəni bizə o səlahiyyət verdilər ki, yəni mən bu 9 illik məktəb olmasına baxmayaraq, mən uşaqları 10 illik məktəblərə vermədim, 11 illə vermədim. Elə burada da yenə də öz müəllimlərimiz bunlara təhsil edirlər. Mən uşaqlar sizlərdən fəxr edirəm. Sizin o qabiliyyətli, qanacaqlı, adam görəndə necə mehriban adama yaxınlaşırsınız, bir valideyn kimi, mən bütün uşaqlarımdan razıyam. Yəni bizim o Cəfər Cəbbarlı, istəyir buranı tuturan bütün uşaqlardan, heç bəlkə evladımdan o qədər razı görəm, sizdən o qədər razıyam. Allah sizə uzun ömür olsun, can sağlığı versin. O gün olsun siz belə 50 illikləri, 70 illiklərinizi keçirdəsiniz. Sağ olun, sizin hamısı quzaqlayın. Müəllim yoldaşlarına təşəkkür edirəm. Onlar bu gənclərin yetişməyində öz ömürlərini, günlərini, zəhmətlərini xərcləyiblər, bu canın bəhrəsini görürlər. Məsələn, mənə Qasım müəllim dərs deməyib, onu mənim müəllimimdir. Mənə Tofiq müəllim dərs deməyib, onu mənim müəllimimdir. Bizdə 2 müəllim həmçinin. Vüqar müəllim, Sadət müəllim mənə dərs deyil. Onlar 2 qat müəllimdir, yəni onların yanında söhbət tutmaq bir də çətindir. Deyir, təbiət gözəldir. Onu yaradan Allah Teala'dır. Allah elə bir rəsm əsəri yaradır ki, o rəsm əsərində hər birimiz iştirak edirik. Hərimiz bir fırça götürüb nəyisə çəkirik. Çəkdiyimiz tarixi zamandır, illərdir, ailələrimizdir. Mən istərdim ki, hər birinizin ailəsi xoşbəxt olsun. Mənalı həyat yaşayasınız. Ömrünüz heç bir vaxt əzab çəkməsin. Bəhruz Mövsümov, Masallı Regional Mədəniyyətlər arasının işçisi. Mən çox fəxr edirəm ki, bu günləri biz 20 il bundan öncə bitirdiyimiz məktəbdə bir yerdə toplaşmışıq. Müəllimlərimə çox təşəkkür edirəm. Bizi bu səviyyələrə gətirib çıxardıblar. Cəlal Abiyev, Cəlal 93 firmam var. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bu günləri bizim 20 illiyimizdir. Biz bu məktəbdə təhsil almışıq, bu məktəbi bitirmişik. Yenidən 20 ildən sonra yenə bu məktəbin həyətindəyik. Yenə də həmin sinif yoldaşlarımızla bu xoş gün bizə qismət oldu. İnşallah arzum budur ki, 30 illik, 40 illiklərimizi qeyd eləyək, hamı bir-biri ilə həm mehribancasına. Allah sizə çoxlu ömür versin, balalarınızın xeyrini görün, ailənizlə xoşbəxt yaşayın, mənim gül balalarım, hamınıza balam deyirəm. Onu qeyd edeyim ki, elə bir sinif olubdur ki, bu sinif dərslərini hamıdan əla oxuyan, müəllimlərdən tələb edən, dostluqda möhkəm olan, indi də yəni Cəfərdən tez-tez rastlaşıram mən, bir də Nazım müəllimi görürəm. Yəni Cəfər müəllim elə təşkilatçı kimi, elə bu şagirdlərin deyim də, balaların deyim, elə onların başçısı kimi həmişə səsləriniz ucadan gəlsin. Hal-hazırda da yəni sizin həyatda tutduğunuz mövqe də, yəni hər birinizin istər ailə başçısı kimi, istər cəmiyyətdə tutduğunuz mövqe, yəni ondan xəbər verir ki, həqiqətən də bu sinif dediyinə dəyən bir sinif olub və hər buraxılış da yadda qalan buraxılış olmur. Amma bu buraxılış həqiqətən də yadda qalan buraxılışlardan biri idi. Bəli, bizim məktəb üçün bir neçə buraxılışlar olub ki, yadda qalandır.
sizin buraxılışda həqiqətən də yadda qalan buraxılışlardan biridir. Biz ilk dəfə bura 1995-ci ildə buranın bura qədəm qoyuldu. Onda bura bizdən əvvəl kombinat olmuşdu. Səhv eləmirəmsə. Peşə təhsili idi. Burada mənim anam da burada dərzilik keçirdi. Sonra rəhmətli Akif müəllim idi, səhv eləmirəmsə. Bir də Məşhur Qasımov Suqur vurğulamaq istəyirəm. Allah ona can sağ uzun ömürlər versin, xeyriyyətçimizdir. Məşhur Qasımov 4 dənə məktəbi birləşdirdi. 4 dənə məktəbin hərəsindən 4 uşaq olmaqla sevinc idi, Vəfa idi, sonra oğlanlarımızdır, Abdullah, Nicat, maşallah, Azər. Sonra biz bu yarandıq. 95-96-cı illərdə mən buranın hərbi 2 məzun olmuşam. Hər bizi görmək xoş oldu. Allah sizə biriniz uzun ömür can sağlığı versin. İkinci, özünüz necə tərbiyəli, əqidəli, əxlaqlı balasınızsa, elə də balalar yetişdirəsiniz. Vətənimizə, millətimizə xeyirli olsunlar. Yəni, əqidələri yüksək olsunlar. Harada olursa olun, Teymur Yahyayev demişdi, Ərkivanlı olduğunuzu unutmayın. Bilin ki, Ərkivanlıyıq. Allah sizə o qədər uzun ömür, can sağlığı versin. Əqidəli olasınız, əxlaqlı balalarımızdan da böyüdəsiniz. Yəni, özünüz kimi xeyirli balalar böyüdəsiniz. Bir də o qədər imkanlar versin ki, sizə belə ehtiyac içində olan qazilərimizə də kömək edə bilərsiniz. Sağ olun, təkrar xoş oldu sizə danışmaq. Çox sağ olun, Şəfa müəllim. Ehtiram Əliyev, Bakıda sahibkarlıqla məşğulam. Mən çox şadam ki, bu məktəbi qurtarmışam. Bu uşaqlarla bir yerdə bu məktəbi qurtarmışam. Mənim belə dəyərli müəllimlərim olub. Müəllimlərlə görüşdük, çox sevindim, çox şad oldum. Samin Dadaşov, mən fərdi işlə məşğulam. Çox şad oldum ki, bu uşaqlarla bu məktəbi qurtarmışıq. Müəllimlərimizlə görüşdük. Onlar da inşallah hamısı salamatdır, Allah hamısını qorusun. Şadım. Bu gün olsun 30-40 illiklərimizi keçirdik inşallah. Övladlarınıza çalışın, təhsil verin. Təhsildən kənarda saxlamayın, onların hamısına təhsil verin. O işləsə də, işləməsə də təhsil verin. O yapanlar deyir ki, uşaq nə edirsə eləməyim, müəyyən bir 6 yaş, 7 yaşa qədər qoy dağıtsın, söksün, radilasyon, quraşdırsın. Uşaqlara balacalıqda biraz sərbəstlik verin. Bizim Sovet tərbiyəsindən biraz çıxın, eybi yoxdur. Çox sağ olun, minnətdarım sizə. Həmişə belə Rasim müəllim demişdi, gələcək müəllim 50 illik, 100 illik, mən ilaxır salamat olun, bunları keçirdim. Sağ olun. İlk dəfə orta məktəbə gəldim, gələndə sizin bir sinifiniz orada idi. Kazımov orada oxurdunuz da, Ziyadəsinə bir sinifdə. Mənə dedilər ki, get onlara 1 saat dərs dedim, deyim başda. Getdim 1 saat dərs dedim, uşaq da çoxu da oğlan uşağı. Axşam Ziya mənə qəribə bir söz dedi. Dedi, ata, səndən bir xahişim var. Dedim, asa balandan xahişdir bu, birbaşa dedə. Dedi, sinif uşaqları məndən xahiş edib ki, bir daha onlara dərs deməyə gəlməyəsin. Deyim, nə üçün, nədən arasın? Dedi, bizim uşaqlar şuluqçu uşaqlardır, onun dilinlə deyirəm. Onlar istəyirlər sinifdə şuluq eləyərlər, siz imkan vermirsiniz, o da onlara sərf eləmir. Dedim, yaxşı, xahişinizi eşidərəm, siz elə tək sərbəst olun, amma gələcəyiniz yaxşı olsun. Ərkivanın təhsili ilə biz həmişə fəxr eləmişik. Ərkivanın təhsili adi təhsil deyil. Siz adi uşaqlar da deyilsiniz. Harada Ərkivan adı çəkilirsə, o dəqiqə reaksiya verirlər. Çünki bu məktəbdən akademikə qədər yüksələn elm yolu keçənlər var. Bizim elmlər namizədləri, professorlarımız var. Elə Rasim müəllimin qardaşı, professor kimi fəaliyyət göstərir və s. Mən sizinlə fəxr edirəm. Sizə gündəlik dərs deməsəm də, o məktəbdə işlədiyim üçün siz mənim şagirdlərimsiniz, əzizlərimsiniz, övladlarımsınız. Sağ olun ki, siz kimi övladlar, valideynlər yetişdirib və verib bizə, biz onlara dərs vermişik. Sağ olun. Qadir İsmailov, bu 20 illikdə iştirak eləməkdən çox fərəh hiss edirəm. Hamımızı xoş gördük, müəllimləri, şagirdlərimizdən görüşdük. Bu tədbirə gəlmək üçün, iştirak eləmək üçün biz Moskvadan gəldik, təklif buyurduq. Hamına təşəkkürümü bildirirəm. Yaşar Məmmədov, hal-hazırda Amerikanın Fortinet şirkətində kiber təhlükəsizlik mütəxəssisi kimi çalışıram. Regional olaraq 3 ölkədən məhsul texniki heyətin rəhbəriyəm. Mən çox şadam ki, bu məktəbi bitirmişəm. Mən bizim müəllimlərimizə
təşəkkür eləyirəm. Bizə çox şey öyrədiblər. Biz onlardan həm həyata dair, həm də elmə dair çox şey öyrənmişik. Bu indi 20 illigimizdir bizim. Yəni bu tədbirin təşkilində təşkilatçılara da çox təşəkkür edirəm. Çünki həqiqətən də bu qədər insanı bir yerə yığmaq asan deyil. Çox sağ olsunlar ki, köməklik elədilər. Biz də gəlib iştirak edirik və bizdə nostaljiya yaşanır indi hal-hazırda. Sinif otağına girəndə elə bil ki, həmən günlərə qayıdıram. Ona görə hamıya təşəkkür edirəm. Çox şadam ki, buradayam. Hər gün 8-də oluruq dərsdə. Bilmirəm, müəllim olacaq dərsdə. Nə qədər yalvarsaq gəlməsin deyə, bəxtlə o sadə yoxdur ki bizdə. Bəxtiniz açılsın gəlməsin dərsə, deyərdik bunları bir zaman bizdə. Artıq bu sözləri deyə bilmirik, məktəb illərinə sağ ol deyirik. Nə bilirdik ki, illər ötəcək, uşaqlıq illəri gəlib keçəcək. 11 il yaşayıb boyatdığımız bu məktəb illəri sona yetəcək. Sanki bir dəftərdir məktəb illəri, birinci sinifdən verilmiş bizə. 11 il yaşayıb gördüyümüzü bəyər səhifəsinə yazmışıq bizdə. Kimi gözəl hədlə yazdı dəftərə, kimi qaraldı, atdı kənara. Kimi boş qoydu bu səhifələri, kimi rənglədi, bəzədi onu. Artıq bu dəftərin son səhifəsinə son söz yazmağın vaxtı gəlibdir. Birazdan məktəbi təhvil veririk. Əlvida deməyin vaxtı gəlibdir. Tutub əllərində xatirələrin, gezdik addım bizə aidlər. Parçası oldunuz qərinələrin, dinləyin bu günlər bizi aidlər. Gezdim uşaqlığı evdə, məktəbdə, yerləncək altında, gür xiyabanda. Rahatlıq vermədi ürəkdə, qəlbdə, uşaqlıq hardasan deyib soraqda. Yolumuz tez-tez düşür bu tərəflərə, nə gizli keçirəm belədən belə. Qorxuram kövrəlib ağlaram deyə, görüşdən qaçıram müəllimlərim. İllər saçlarıma ağgüllər düzüb, illər gəzdiyimi silkəyib dərib, illər məni edib didərgin gəlib, görüşdən qaçıram müəllimlərim. Atlayıram, çiliyirəm, yavaş-yavaş əziyirəm, sönə-sönə qocalıram, baxa-baxa, gedə-gedə, dönə-dönə qocalıram. Deməsə də tanışlarım, güzgüdəki baxışlarım, alnımdakı qılışlarım deyir mənə qocalıram. Baxa-baxa, gedə-gedə, dönə-dönə qocalıram. Bu Cavid bala, bunu xüsusi qeyd eləmək istəyirəm. Çünki buna 4 il mən ibtidaidə dərs demişəm. Bu Nazim müəllimin oğludur. Yəni ki, Cavid mənim ən sevimli şagirdlərimdən biri olubdur. Bu da bunların sinif yoldaşıdır. Bunlar da mənim ibtidailərim olub. İndi Kəmal müəllimin şagirdləridir. Bəli. Bax, sən ilk müəllimim mən olmuşam. Nazimin ilk müəllimi olmasam da onun evladının ilk müəlliməsi mən olmuşam. Həmişə də varam bundan. Bunu Nazimdən də yüksək vəzifələrdə görmək arzumdur. Açdım həyat şamalı, ağlımıza incidir. Gələcəyin amalı, yaşamaq sevincidir. Olur ömrün ışığı, gələcəyin canları. Həyatın yaraşığı, uşaqların libarı. Alqışlar. Ən gözəl çıxış, ən duyğulu, ürəkdən gələn çıxış elə bu oldu. Düzdür. Sonra imtahandan bir sınıf yuxarı gəldi, bizdən bir yerdə oxudu. Bizim dostluğumuz bugün də davam edir. Nazim ən yaxşı qardaşlarımızdan biridir. Cavid də onda oxşuyur. Biraz utancaqlıq Nazimdə də var idi uşaqlıqda. İnşallah onlar da gələcək. Çox məsuliyyətli. Bizim şagirdlərə hədiyyəmiz vardı. Şagirdə hədiyyə nə ola bilər? Ən yaxşı hədiyyə şagirdə kitab hədiyyəsi. Biz dünya ədəbiyyatından seçmələr almışıq kitablar və kitabları istəyirik ki, müəllimələr siz təqdim edərsiniz uşaqlara.
Zamir Kazımov, Balakən rayon polis şöbəsində əməliyyat vəkili vəzifəsində işləyirəm. Bu günləri bura yığışmağımıza səbəb bizim 20 illik yubileyimizdir. Mən sinif yoldaşlarıma can sağlığı, uzun ömür arzu edirəm. O gün olsun bu tədbirlərdən 30 illiklərimizi, 40 illiklərimizi qeyd edək. Aqil Şirəliyev, kiçik biznesim var. Bugün bizim tədbirimizdir. Hamı uşaqlar təbrik edirəm. Hamıya can sağlığı arzu edirəm. Əgər bizim tələbələrimiz yuxarılarda harada hörmətlidirlərsə, harada yüksək postlarda işləyirlərsə, haradasa tanınırlarsa, böyle bizim tanımamız deməkdir. Mən sizin hər birinizə minnətdarım bildirəm. Allah sizə ömrünüzdən sağlıq versin. Həmişə hörmətli olduğunuz kimi yenə hörmətli olasınız. Bütün həyatınızda uğurlar qazanasınız və müəllimləriniz də sizinlə fəxr etsin. Sağ olun. Emin İbadov, Şarq Logistik şirkətində çalışıram. Bizim məktəbdə gözəl günlərimiz olub, yoldaşlardan, müəllimlərdən yaxşı günlərimiz olub. Çox xoşdur bu günlər. Bu günlərdən biz 20 ildir məktəb qurtarmağımız 20 ili tamamlanıb. Bu gün də 20 illiyi keçirdirik. Uşaqları gördüyümə şadlıq oldum. Müəllimlərimizi görməyimizə şad oldum. Çox sağ olun. İnşallah 30 illik, 40 illik keçirdək. Bu məktəb Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbi kimi nəinki Ərkivanda, hansısa bütün Azərbaycanda. O vaxt biz sənədlərimizi qəbula gedirik, sənədlərimizi verəndə onlara qəribə ki, nə qədər olar? Nə qədər sənəd Ərkivan, Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbi. Doğrudan da uğurları böyüdür. Və bu məktəb rəsmi adı Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbi olsa da, amma əsas Ağ məktəb kimi tanınır. Ağ məktəb də yəqin ki, o vaxt məktəbin demələri ağ olub ona görə. Amma burada bir simvolik məna da var ki, yəni nə qədər bunların məzunları ağ günə çıxıb. Baxırsan, akademiklər, professorlar, müəllimlər, həkimlər, yəni bütün sahalardan var. Özdə bu ağ məktəb bir də həm də bir mənəvi dəyərləri də yüksəkdir. Ağ məktəb təkcə Ərkivan üçün deyil, bura Masallıdan, İskenlərdən, Qızlavardan, Ürəndən, bu səhifədən, bu tərəf qəribə, Qodmadan sanki ağ məktəb bir ocaq olmuşdur, bir təhsil ocağı olmuşdur. Məzunlarımıza can sağlığı arzu edirəm, Allah sizə can sağlığı versin, bu birliyinizi həmişə qoruyub saxlayasınız. Mən ümidvaram ki, elə də olacaq, çünki Cəfər müəllim olan yerdə, təşkilatçı olan yerdə bu birliyi həmişə olacaq. Sağ olun, sağ uğurlar arzu edirəm. Əgər sizin bir yolunuz varsa, bu yola 100% inanırsınızsa, sözsüz ki, həmin yolla həyat arasında ziddiyyətlə görürsünüz. Görürsünüz, sizin inandığınızla həyat arasında böyük ziddiyyət var. Əgər çox möhkəm inanırsınızsa, o ziddiyyətlər sizə qorxulu görünməyəcək, onu aşa biləcəksiniz. Mən sizdən fərqlənmişəm. Çünki sizdən şəxsən mən çox şükür.
Sənə də yalçatmaram, sənə olan eşqimi, sənə də yalçatmaram, sənə olan sevgimi, sənə də yalçatmaram.
Ne güman eylemsen, ondaki tilsimleri sen körü ahiyle kuruttun, salı yandırdın mı? Suçiler şimdi yüreklerde gezen tangalına Suçiler şimdi yüreklerde gezen tangalına neçe geçtin önünü kesti dayandırdın geçilen yolları herden bize andırdın mı? O yürek yangısın, gözyaşların bir çenge bulur. O yürek yangısın, gözyaşları bir çenge bulur. Oyadım yandaşım, vicdanı utandırdım Dəfn edin siz məni zabul səngahın mayəsinə. Dəfn edin siz məni zabul səngahın mayəsinə. Deyirəm bəlkə məni bir gün oyandırdın Çox kitablar oxudum, zənn elədim bəxtiyara. Çox kitablar oxudum, zənn elədim bəxtiyara. Mənə çox məhləbi, ahəstə qandırdım yar 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 ayam anamam. Yar yar Sen benden bezer, hasretinden yanıram, yoktur hiç haber. Çekimli gençliğime laf gibi gözleri, şaman bir tel
Çəkibdir cənnət kimi əslimə gözlərim Şaman bir tərəfdən yay bir tərəf Əsrətindəyəm ey yar Sən ey sevgiliydin Səndən ayrılsam Məni olsam mən yar Sənin eşqin edildir Sənin eşqin edildir Bu aşkı zarım görməcə bir var Sənin eşqin edildir Sənin eşqin edildir Bu aşkı zarım görməcə bir var Həsrəti yandıracaqdır pərvaləri Qoyma girən kənarına biganələri Açma ayda sürtündəki divanələri Ağla girən bir tərəfdən say bir tərəf Açma ayda sürtündəki divanələri Ağla girən bir tərəfdən say bir tərəf Həsrətindəyəm ey yar Sən ey sevgiliydin Səndən ayrılsam Məni olsam mən Sənin eşqin edildir Sənin eşqin edildir Bu aşkı zarım görməcə bir var Sənin eşqin edildir Sənin eşqin edildir Bu aşkı zarım görməcə bir var Dostlarımız, qardaşlarımız, ümumi rəsmi hissədən çıxmışıq artıq. Yəni deyib, güləcək də, lətifələrimiz də olacaq, məktəblə bağlı xatirələrimiz də olacaq. Mən ayrı-ayrılıqda bilmirəm, danışmaq istəyirsinizsə ayrı-ayrılıqda söz verəyin, danışarıq. Ya məktəb xatirələrindən başlayalım, bir müəllimlər də sizi də eşitmək istədi, görmək istəyir. Rasim müəllimin elə bir sözündən, Rasim müəllimdən eşitdiyim sözü deyirəm. Deməli, məktəb vaxtı rəhmətli Fərhad müəllim elə oldu ki, sonradan yer dəyişmək oldu. Gəldi o liseyə, indi ağ məktəbə, Rasim müəllim getdi Cəfər Cabbarlıya. İndi bizdə də o mədəniyyət, tərbiyə var idi, məktəbdə necə iştirak olunur. Deməli, Nurullah müəllim, Fərhad müəllim indi gəlir Rasim müəllimə deyir, Nurullah müəllim, o günləri görürəm ki, rəhmətli Nurullah müəllim gəldi, qapını döydü. Dedi, icazə olar içəri. Özüm böyle baxdım ki, necə gəlib icazə ilə. Dedi ki, filan bir məsələ vardı. Siz məsləhət görürsünüz ki, özüm qürralıydım ki, görələr necə bir adama hörmətlə yanaşırlar, müəllim adına, yəni digər məktəblərdə biraz fərqli bizdə var idi. Allah rəhmət eləsin, xatırladım Nurullah müəllimi, Allah rəhmət eləsin Fərhad müəllimi. Xatirələrimiz idi, yəni keçdilər, getdilər. Allah qalan müəllimlərə, sizlərə can sağlığı versin. İnşallah qismət olsun bizim növbəti tədbirlərimizə. Başqa hökman deyir ki, 10 ildən biri görüşək, digər tədbirlərimizdə. Onsuz da indi 15 ildən balaların tədbirlərində iştirak edəyək. Riyaziyyatda var median, coğrafiyada var median. Median şu an bütün çəkilər çevrilir. Median isə təmbilərin yarısını deyirlər riyaziyyatda. Və o üçün dedim müəllimlər üçün dərs danışım. Nurullah müəllim özü təəccüb oldu. O dərslikdən bir nəzirləri danışım. Çıxdım, bir daha bala cavab danış. Təzə başlamışdı. Dedim şimal götürməli canımızdan çəkdən çoxunca çevrilər demişdim. Bir dərşiklə vurdum. Bu inşallah bir dərsi qatı. Ondan sonra dərsi qatı, qaçdı, çıxdı zülüm. Belə yadda qalan bu oldu. Rayonun ən sinifimizi deyim, rayonun ən qapalı sinif elm yarışlarında bizim sinifdən mütləq nümayəndə var idi. Şən hazır cavablar klubunda bizdən nümayəndə var idi. Musiqi oxuyanımız var idi, ifa eləyənimiz var idi, hər tədbirdə var. Üstəgəl, ən dəcəl uşaqda elə bir bizdə seçilmişdi, bizdə yoxlamışdı. Ən dəcəl uşaqlar. İndiki valideynlər uşaqları göydə zəmbindən düşüb elə bilə. Olacaq bir şey eləyirsən.
söhbət saz ilə saz ilə dur gəl naz ilə naz ilə aman söhbət saz ilə saz ilə Əsl sənətkarın, əsl şairin özü
Nazlı bahar kucağında seherler, nazlı bahar kucağında seherler. Serin serin esen yeller güzeldir, serin serin esen yeller güzel. Çüş dağlardan koşan koşan süzüler, çüş dağlardan koşan koşan süzüler. Şelaneler buzbularlar güzeldir, şelaneler buzbularlar güzeldir, güzeldir, geçeydir. Şelaneler buzbularlar güzeldir, şelaneler buzbularlar güzeldir. Baştan başa tamaşadır bu vətən, baştan başa tamaşadır bu vətən. Atlas meşə yaşıl yamaz göyçəmən, atlas meşə yaşıl yamaz göyçəmən. Bu yerlərdə lalə nərgiz yasəmən, bu yerlərdə lalə nərgiz yasəmən. Dağlardakı qızıl güllər gözəldir, dağlardakı qızıl güllər gözəldir, gözəldir, qəşəngdir. Şelaneler buzbularlar güzeldir, dağlardaki kızıl günler güzeldir. Şelaneler buzbularlar güzeldir, dağlardaki kızıl günler güzeldir. Çok sağ olun diqqətə görə, alqışa görə və gözəl sənətkarlarımız müşahidə görə. Təşəkkürlər. Davidlə Seymur məşğələyə gəlir bizə. Mən də bunların həvəsləndirmək üçün bir şərt kəsdim ki, test vermişəm. 300-400 dənə test. Bir 3 gündə sizə vaxt verirəm. İşləyin gətirin, şərtimiz də belədir. 25-dən 22 dənə düz qalsa, siz udayırsınız. 21 dənə qalsa, mən udacam. Qonaqlıq mənliyim. Qoçumlar gedərlər evə, neynəsin, neynəmiyə bir müəllim udayda, bu bizə qonaqlıq verəcək. Özə demişəm ki, göl üstündə olacaq.
Nəsə bunlar razılaşır, indi daha Kərbəlaydı. Razılaşdılar, bəli, mən də gəldim, testi yoxlayıram. Yoxlayıram, mən düz gəlir, hamısı düzdür. Bunlar da and içir, məni inandırır ki, mən çörək apı, dedim şərtdir, budurlar da yoxlardan. Apardı, yer düşdü, sırada bilirdi, bəli. Biz heç onu yoxlamayıq, o keçmişdəki testlərin cavabları köçmüş orada. Amma şok getdi. Amma Seymur burada yoxdur. O da yaxşı o uşaqlardan biridir. Hamımız mənsin əziz söz. Hamımız da mənim təşəkkürlük. Yox, Bədirdən. Rəhmətli Firdovsun o. Hər bir xatirələri var. Bu məclisin ərsiyə gəlməsində belə deyək. Həqiqətən Cəfərin və Aqil qardaşım, Nazim, hamı uşaqların kimi nəziyyətləri böyük olub, sağ olsunlar. Neçə ildən sonra biz heç olmasa müəllimlərimizi gördük, çox sağ olsunlar. Uşaqlara da minnətdarımı bildirirəm. Günlərin bir günüdür, Nərçə müəllim yığışıb, Zahilə Mənəbzəb hamısı Beyləqanda əskərlərə dəymək üçün. Bəli, hamımız yığıldılar Sumqaza, maşınla gəlib gedir, qadın yanında diplomatı vardı. Qapıdan çıxanda mən də onun yanında sinir əvvəl. Bəli, məktəbi sizə tapşırıram. Amma bir şey deyim sən, dedim nə? Dedi, işdi mən yesim o Beyləqanda döyüşdə həlak olsam, bu məktəbi mənim adıma verərsən. Dedim, baş üstə onu eləyərəm. Mən istənə əlacım. Elə həmişə yaddaşlarda yaxşılıqlarınızla qalasınız, əziz uşaqlar. Dedim, çox istəyirdim də bizdən. Düzdür. Döyürdü də, istəyirdi də. Elə sizin gül balalarınızla, evlatlarınızla, ailənizlə, elə həmişə başların üstündə olasın. Sizlə fəxr eləsinlər. Arzum budur, hamınıza xoşbəxtlik, ailə səadəti, balalarınızın xoş günün görəsin. Cəfər müəllimi sağ olsun, sizləri belə hamınızı toplayıb bir yerə. Çox sağ ol Cəfər müəllim, bizim məktəbi də yaddan çıxartmır, tez-tez gəlir, əlaqə saxlayır, var olasın, sağ olun. Ən başlıqda təhsildən qabaq tərbiyə öyrənmişik, çünki ikinci evimiz olub. Bu müəllimlər bizə, belə deyək də, həyatda özümüzü necə yaxşı aparmağı, necə tərbiyəli olmağı, necə yaxşı insan olmağı öyrədiblər. Kimisi öyrənib, kimisi çalışıb. İndi də çalışır. İndi də özümüzü o istiqamətdə inkişaf elətdirməyə çalışırıq. Yəni onların qoyduğu yolla, valideynlərimizin və müəllimlərimizin qoyduğu o tərbiyə və təhsil yolu ilə gedib özümüzü inkişaf elətdirməyə çalışırıq. Mən hamınıza təşəkkür edirəm, Rasif müəllimə, digər müəllimlərə, hamının adını çəkməyim. Burada olub, olmayanlara, dünyadan köçənlərə, xüsusən çox sevdiyim, hamımızın sevdiyi Həsən ağa müəllimə çox minnətdaram, çünki onun şəxsiyyətindən çox şey götürmüşəm şəxsən və o mənim üçün bir nümunə insanlardan biri olub. Eləcə də hər bir müəllimimizdən biraz özümüzü formalaşdırmışıq. Mən çox təşəkkür edirəm hər birinizə ki varsınız. Bizim kimi yüzlərlə, minlərlə şagird yetişdirirsiniz. Yəni bu əvəzsiz bir şeydir həyatda. Bunun dəyəri, yəni bir dəyəri yoxdur. Yəni buna bir dəyər biçilə bilməz. Ona görə hamınız var olun. Allah canınızı sağ eləsin. Nə qədər ki enerjiniz var, bizim kimi digər, bizim övladlarımızı, qohumlarımızı, digər cəmiyyətin övladlarını yetişdirirsiniz və bu çox dəyərlidir. Bu çox bir ali bir vəzifədir. Çox sağ olun ki varsınız. Çox sağ olun ki bizlə iştirak edirsiniz. Bugün 20 il sonra toplaşmaq həqiqətən də çox belə insanı duyğulandırır. Həm sinif yoldaşları görmək, həm müəllimləri görmək. Könül istəyərdi ki, hamı burada olsun. Amma təəssüf. Təşəkkür edirəm yenə hamınıza. Var olun müəllimlər, Allah canınızı sağ eləsin. Yəni müəllimlər danışırlar ki, bizim sinifin birliyindən, dəcəlliyindən mən bir şey açıqlamaq istəyirəm ki, bizim sinifdə satqınlıq yox idi. Yəni gəlirdi, kimsə nəsə eləyirdisə, sinifə girirdisə, onu hamımız qarşılayırdı. Yəni demirdi, məsələn, David bunu elədi, İtiram onu elədi. Yəni hamımız onu eləyirdi, qarşılayırdı və bunu qəbul eləyirdi. Onun üçün də Rasim müəllim lisəyə girən kimi birinci sözü buydu. Oğlanlar qabağa. Yəni o da bilməyəcək ki, kim hansı nə işi görür. Hopdan tuturdu eləyirdi. Yəni çox sağ olun. Allah canınızı sağ olasın.
Təşəkkürlər hər birinizə, var olasınız. Şadam ki, bütün sinif yoldaşlarım, müəllimlər bir yerdə görüşdük, şad oldum. Allah hər birinizə ömür versin ki, 30 illik qeyd edək. Övladlarınızın toyuna yığışaq. Mənim sözüm bu qədər. Mən xatirələri həmişə biz 6-7 nəfər görüşürük də çətdə olanlar, Nazimdir, Cəfərdir. Bizim sinif yoldaşlarından görüşəndə ən maraqlı epizodlardan həmişə olur Rasim müəllimi bizi döymək. Yəni ola bilməz ki, biz bir məclisdə olaq, Rasim müəllimimizin döymək haqqında danışmayaq. Mümkün deyil. Mən sizə can sağlığı arzulayıram, əsas olur. Ondan sonra işlərinizdə uğurlar. Can sağlığından sonra hər şey düzəlir. Yəni Türkiyənin ən varlı adamlarından Ali Koçun babası var. O deyir, həyatda evin varsa bir varındır. Yanında məsələn bir pulun var, mülkün var, sayır çox sayır, o hamının yanına 0-0 atır. Amma deyir, canın sağ döysə, biri götür 0'a heç nəyə deyil. Yəni əsas can sağlığı arzulayıram. Bundan başqa həyatda gözəl bir şey yoxdur insan üçün. Dövlətlərimizdən xeyir görəsiniz. İnşallah bu məclislər yenə deyirəm, yığılmaq çox çətin məsələ, həqiqətən. Bakıda olanlarla, burada olanlarla görüşmək, əlaqə qurmaq çox çətin olur. Amma inşallah bu Rasim müəllim dediyi kimi, heç olmasa 5 ildən bir dəfə görüşmək olar. Uğurlar hamıya. Çox sizi salamlayıram. Allah bizi həmişə belə mehriban eləsin. Həmişə belə yerlərdə gedişək, şad olar. Allah bizi xatabordan qorusun. Allah tanrımızı salamat eləsin. Allah bizim bu dövlət işini işləyənlərimizə də Allah böyük vəzifələr qismət eləsin. Hamımızın can sağlığı diləyirəm. Hamımızı bağların toyunda işləsirlər. Sağ olun. Günə gün olsun 30 illik, 40 illik keçirir. Hamımızın balalarının toyunda iştirak edir. Müəllim üstün də balalarının toyunda iştirak edir. Mən axırda bu məktəbdə gördüyüm uşaqları burada gördüm, sevindim, şad oldum. Həmişə Cəfər belə arada yığıncaq edəcək, arada otura bir-birimiz yox. Hamımızı öpürəm, bağrımı basıram, Allah'ın can sağlığı versin, balalarınızın toyunda iştirak edir. Sağ olun. Sağ olun qardaşlar, hoş gəlmişsiniz. Pis günlərimiz belə geçsin. Allah sizə can sağlığı versin. Bağlarınızı xeyir işini görəsin inşallah. Öpürəm hamınızı. Bu məclis axırıncı, axarıncı olsun. Ayaqları qeyd elədilər, dedilər ki, 5 ildən bir. Mən də qoşuluram hələ o təşəbbüsə. 5 ildən bir hələ görüşəyim. Belə deyəyim, güləyim, söhbətləşəyim. İnşallah hamının evində də inşallah elə hamı ailəli də, hamının övladları var. Hamının da övladlarının da xeyir işləri qismət olsun. Hamılığına o xeyir məclislərdə də iştirak edir. Böyle bir 20 illiklə bağlı uşaqların hamısı təbrik edirlər. Müəllimlər də burada gidirdi. Onlar gəlməyə səbəblər tez tərk edədilər buranı. İnşallah belə tədbiri bayaq uşaqlar da qeyd edirdi. Daha tez-tez keçirilməsi, ən azı 5 ildən bir keçirilməsi görsəylərdi. Allah'la can sağlığı, uzun ömür arzu edirəm, işlərində və xeyirlər. Vəfat edən müəllimlərin də Allah rəhmət eləsin, Allah'ın qəbirlərini ondan qursun. Allah müəllimlərə də uzun ömür, can sağlığı, hörmətlər. Mən də arzu edirəm ki, inşallah bu davamlı olsun, 5 ildən bir, ən azı 5 ildən bir olsun. Övladlarımızın şad günlərində iştirak edir inşallah. Aziz dostumdan küsülmeyen cedir, ayrılıp gitti o yakimden. Aziz dostumdan küsülmeyen cedir, ayrılıp gitti o yakimden. O giden yolları olmasın diye. O giden yolları yoldasın. Neden ölme koşup, neden dinlen. Dost geldim özüme geldim yine. Neden ölme koşup, neden dinlen.
Çok sağ olun kardeşlerim. Nizaplanır bunun için. Ediyor. Hoşdur. Burada sen kardeşlerindir. Başka bir şey yok. Amma belə baxıram, bu 20 il yaxşı keçib. Uşaqlara baxıram, hamısının həyatında yaxşı olub. Allah bundan sonraki günləri də yaxşı eləsin. Bu müəllimlərə nəzər eləyəndə Həsən ağa müəllim yaddan çıxmır, Allah onu rəhmət eləsin. Onun bizim həyatımızda, şəxsən mənim həyatımda çox onun rolu olub. O bizə müəllimlikdən əlavə bizə bir həyat da öyrədir. Allah iki müəllim də canı sağ eləsin. İlkin müəllimin müəllimliyi bizlə bir yerdə olub. 2 dəfə müəllimliyi bizlə başlayıb. Belə qoşa addım atmışıq. Çox əziyyətləri olub. Uşaqlar, sizə həyatda uğurlar arzu edirəm. Allah sizə elə ömür qismət eləsin ki, yaşayandan sonra arxaya baxanda peşman olmayasınız. Allah sizə bərəkətli ömür versin. İnşallah Allah qismət eləsin. Növbəti illərdə də görüşəndə elə hamımızın Allah canını sağ eləsin bir yerdə ola. Olmayan uşaqlar da burada olsun. Sağ olun qardaşlar. Sağ olun. Mən də vallahi 20 ildən sonra uşaqlarla burada oturmağı həyəcanım hissin keçirdirəm. Uşaqlara can sağlığı, ailələrinin, oğlarının üstündə olsunlar. Xoşbəxt günlər arzu edirəm hamımıza. Xeyir işlərdə görüşəm. Allah bizim dostluğumuzu, yoldaşımızı əbəd eləsin. Uşaqlar, təbrik edirəm. Gələn günləriniz keçən günlərinizdən xeyir olsun inşallah. Həmişə belə deyib bilərsiniz. Allah müəllimlərimizin canı sağ eləsin. Allah rəhmət olsun. Həmişə günümüz belə olsun inşallah. Mehriban olaq. Allah. Aslında bu böyle bir güzdür, qüvvətdir, birliğimiz, bir olmağımız. Allah həmişə bizi bir eləsin, mehriban eləsin. Çox sağ olun. Sağ olun qardaşlar, bugünkü dediyiniz qəşəng, abdüşü sözlərə görə neçə ildən bəri bir-birimizi görmürdük. İnşallah belə günlər nəsib olur, hamı qardaşları gördüm, çox sevindim. Elə bir ki, o 20 il keçməyim mənim gözümdə, elə necə var elə. Həmişə belə olur, həmişə mehriban olar. Gözləməm, bütün uşaqlar təbrik edirəm. O gün olsun, 30 illik, 40 illik, 50 illiklərimiz keçirdi Allah'ın köməklə. Bir də belə tədbirlər, ən azı uşaqlar demişim 5 ildən biri olsa da yaxşı, uşaqlar bir-birini can da görmürdülər. Allah bizi həmişə mehriban eləsin. Sağ olun, öpürəm qardaşlar. Sağ olun. Bir alkış kolay gelsin. 20'li münasebetiyle bu güzel Portekiz'de bölümümüzün sefası altında. O gün olsun inşallah 30'lu 50'li geçirsin. Hamıza can sağlığı arzu ediyoruz. Her şey güzel,
Yandı